Salam oğlum, necə olduğunu soruşmuram. Biz yaxşı olmağa çalışırıq. Yaxşıyıq və yaxşı olacağıq. Bizdən nigaran olma. Sənin fiziki yoxluğundan sarsılsaq da sınmadıq, əyilmədik. Sən həm bizim, həm də xalqımızın ürəyində, yaddaşında yaşayırsan. Sənin qazandığın ad, yüksəldiyin məqam hər insana nəsib olmur. Sən elə uşaqlıqdan vətən təəssübkeşi olmusan. Həmişə ürəyində Allah xofu, qorxusu və sevgisi olub. Həyatını düzgün, əxlaqlı və inanclı bir insan olaraq yaşamağa çalışmısan. Allah səni mükafatlandırdı, şəhid oldun, sənə sorğu-sual yoxdur. Ailəndən də nigaran qalma, onlar həmişə səni xatırlayır, sənin həsrətini çəkir və səninlə fəxr edirlər. Oğlun sənin aldığın tərbiyə ilə böyüyür. Sənin kimi hərbiçi olacağını, yurdunun keşiyində duracağını, ana bacılarımızın namusunu qoruyacağını bildirir. Qızın da səni hər gün xatırlayır. Özün də bilirsən ki, qızlar atalarına daha çox bağlı olur. Mən sənin ətrini övladlarından alıram. Hər gün onlara səninlə bağlı xatirələrimi danışıram. Səni daha da yaxından və olduğun kimi tanıtmağa çalışıram. Cənnət bağının gülü oğlum, mənə də dua elə oğlum. Səninlə cənnətdə görüşə bilim, ancaq indi yox. Mən sənin övladlarını böyütməliyəm. Onlar bu dünyada azad və qüdrətli bir ölkənin vətəndaşları olaraq fəxarətlə yaşamalı. Şəhidlərimizin yazdığı qəhrəmanlıq dastanını yaşatmalı və gələcək nəsillərə ötürməlidirlər. Mən sənin atan olmağımla fəxr edirəm. Başım dikdir, alnım açıq, üzüm ağdır, bütün şəhid ataları kimi. Üzün ağ olsun oğul, vətən sizə minnətdardır. Bir gün gələcəm, əbədi yaşamaq üçün.